Deməli, dəyərli şagirdlər, OTK-yə bugün düşən sual digərinə baxaq. 47-ci sualda verilib ki, natural ədədlər üçün bu nisbət verilib. X, Y üstəgəl, Y, Z 12 olarsa, bizdən baxın bu cəmi soruşur. İlk öncə X-in qiyməti hansıdır? 5, 4, 2. X-a tutalım olsun 5R, Y olsun 4R, Z də olsun 2R. Gətir burada yerinə yazsaq, X vur Y-dir, düzdür? 5R vurulsun 4R. Üzərinə gəl, 4R vurulsun 2R. Bərabər nəyə? 112. 20R üzərinə gəlinsin 8R. Bərabər 112. Deməli, R kvadrat, R kvadrat. Buradan 28R kvadrat bərabər 112. R kvadrat bərabər neçə dəfə düşəcək bu? Deməli, 4 dəfə. 4-ü 28-ə vursaq 112. Buradan R-i alırıq neçə? Deməli, 2. R 2 olsa, gətirib X, Y-i tapa bilərik. Əgər R 2-dirsə, X 10-dur, Y 8-dir, Z də 4-dür. Deməli, bizdən cəmin soruşsa, X plus Y plus Z nəyə bərabər olacaq? 10 plus 8 plus 4. 12, 10, 22. Cavabımız olacaq 47-ci sualda 22.